Sən bir gün peşman olacaqsansa, başladığın şeylərə görə yox, heç vaxt cəhd etmədiklərinə görə peşman olacaqsan. İnsan itirdiklərinə görə yox, sınamadıqlarına görə gecələr yata bilmir. Bəzən keçmişdə atmadığın bir addım illərlə içində bir yük kimi yaşayar. İndi o cümləni dəyiş, yaxşı ki, sınadım. Sən uduzmayacaqsan, sən öyrənəcəksən. Amma heç vaxt sınamasan, itirəcəksən. Həyat çox qısadır, oyalanma. Kim nə deyəcək deyə yaşama. Bu həyat sənindir, onu başqalarının gözləntiləri üçün yaşamamalısan. Səni başa düşməyənlər sənin yol yoldaşın deyil. Tənqid edənlər sənin həyatını yaşamır. Amma səni yönləndirməyə çalışır. Nə vaxtsa sənin vaxtın da bitəcək. Ona görə indi yaşa, indi yarat, indi irəlilə. Gül, sev, düş, qalx, yaşa. Bütün bunlar insan olmağın əsaslarıdır. Gülmək ruhunun işığıdır. Sevmək qəlbinin döyüntüsüdür. Düşmək həyatın dərsidir. Qalxmaq insanlığın gücüdür. Yaşamaq isə bunların hamısını bir arada yaşaya bilməkdir. Sadəcə nəfəs almaq deyil, həqiqətən yaşamaq. Bu dünya şikayət edənləri yox, hərəkət edənləri xatırlayacaq. Tarixdə heç kim gileyləndiyi üçün uğurlu oldu deyə yazılmayıb. Çətinlikləri görüb, onlara baxmayaraq davam edənlərdir. Sən də o qaliblərdən biri ola bilərsən. Əgər indi başlayırsansa.